Biz azadıq, biz müstəqilik, biz sərbəstlik. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik. Bilirsiniz, bunun üçün, yalnız bunun üçün aylarla əziyyət çəkmək olar. İllərlə əziyyət çəkmək olar. İllərlə ac qalmaq olar. Məhz bunun üçün. 108 il əvvəl təbiətin oyandığı, baharın müjdələndiyi bir vaxtda Bakı küçələri gül çiçəklərə deyil, günahsız insanların qanı ilə boyandı. Şamaxının qədim məscidləri yandırıldı, Qubanın kəndləri viran qoyuldu, Lənkəran, Salyan, Zəngəzurda minlərlə soydaşımız amansızlıqla qətlə yetirildi. Qanlı qərənfillərin hər biri o günlərdə tökülən bir damla qanın, sönən bir ocağın nişanəsidir. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, onların fədakarlığı bugün bizə azad və müstəqil Azərbaycana miras qoydu. Səsləndirdi Haqq Səsi TV1-in əməkdaşı İbrahimova Əfsanə, efirə verdi Haqq Səsi TV1-in rəhbəri İlxan Müzəffəroğlu.